Və hər bir salih əməllərin qəbul olunma əlamətlərindən biri Allahın sənin növbəti salih əməllərə müvəffəq etməsidir. Səndən qəbul edibsə, qardaş, sonrakından müvəffəq edəcək. Yox, əgər biz Ramazandan sonra geriliyiriksə, bu yaxşı əlamət deyil. Ola bilər ki, Allah bizdən qəbul eləməyib. Allah qorusun o haldan. Hər bir halda hələ gec deyil də. Ola bilər müqəssir olmuşuq, lakin həyat dayanmayıb ki. Hələ Allah bizə möhlət verib, yaşayırıq. Deməli, qalan günləri düzəltmək olar. Ona görə nə qalıbsa, qardaşlarım, ondan istifadə eləmək lazımdır. Ola bilər bizdən kimsə Ramazanı naqis keçirsin. Lakin bu o demək deyil ki, artıq həyat bitib. Yox, yaşayırıqsa, deməli Allah bizə hələ də möhlət verib. Allahın möhlət verməsi də ya xeyirdir, bizim üçün ya şər ola bilər. Ola bilər ki, kimin üçün xeyir oldu? Allah islahını istəyir. Bəlkə islah olundu, bəlkə tövbə elədi, bəlkə qayıtdı. Möhlət verir, hələ canını almır. Elə insanlar var ki, Allah o haldan qorusun. Möhlət verir ki, əzabı daha şiddətli olsun. Və onu qəflətən günah, haram işlər üzrən yaxalasın və əzabla qarşılaşsın. İndi bəzi insanları bilinmir də. Onun aqil insan nə eləməlidir? Allahın ona verdiyi fürsətdən, möhlətdən yararlanmalıdır. Allah bizi daima xeyrə həris olan qullardan eləsin, müvəffəq eləsin. Təbii ki, müvəffəqiyyət Allahdandır. Bizdən də nə gəlir? Əzimkarlıq, əməl eləməyə çalışmaq. وَالَّذِينَ جَاهَدُوا فِينَا لَنَهْدِيَنَّهُمْ سُبُلَنَا. Kim bizim yolumuzda çalışarsa, biz onu öz yolumuza yönəldərək, yəni kim bizim yolumuzda cihad edərsə, o cihadın növlərindən biri nəfsi cihaddır. Çalışarsa, cihad edərsə, nəfsinə mübarizə apararsa, biz onu öz yolumuza yönəldərik. Allah da bizi o qullardan eləsin. Allah yolunda çalışan, Allaha tərəf qaçan, Allahdan yox, Allaha tərəf qaçan qullardan eləsin. Kim Allahdan qaçırsa, qardaş, vallahi xeyir tapmayacaq. Zaten sonunda hara qaçırsan, qaç, qiyamət günü Allahın qarşısına çıxacaqsan. Yəni, qaçış yeri zaten yoxdur. Lap qaçırsan, qaçış yeri yoxdur, qardaş. Sonda hamı Allahla qarşılaşacaq və Allahla qarşılaşacaqsa, qardaşlar, indidən etdiyimiz əməllərin haqq hesabını bilməliyik. Nə edirsən elə, səndə onun cavabı indidən olmalıdır. Yadda saxla. O necə sələflərin, o deyir ki, mən deyir, etdiyim hər bir sözün, əməlin deyir, məndə deyir, cavabı var. Mən bilirəm, Rəbbim mənə cavab verəcək. O nə mənada? Yəni, o qədər çalışır, o qədər hərisdir ki, salih əməllərə, günahlardan çəkinir. Yəni, deyir ki, mən artıq cavabım var da, bunu eləmişəm, niyə eləmişəm deyəcəm. Yəni, çalışqan insan olub. Sələflərdən böyle çalışanlar olub. Biz də çalışmalıyıq. Bilməliyik ki, qardaş, hər etdiyimiz əməlin cavabı olsa, hətta günah olsa belə. Niyə elədin? Nə cavab verəcəksən? Və ya kim nəsə bir mübahisən çıxdı, nəsə haqqına girdin, nə cavab verəsən? Rəbbin soruşsa ki, niyə belə elədin? Və ibadət elədin, niyə qıldın, niyə etdin, niyə sədəqə verdin, niyə oruç tutdun və s. və illah. Hər bir əməlin haqq hesabı Allah soruşacaq. Niyə etdin, kim üçün etdin? Sənin üçün etdim, ya Rabbim. Allah təsdiqlənməsi vay o qulun halına. Deməli, ixlaslı olmasa əməlində Allah təsdiqlənməsə, qəbul etməyəcək. Məşhur hədisi birisi çox məsələn, mövzunu uzatmaq istəmirəm. Yəni, ixlaslı olmaq barədə. Hər bir halda etdiyimiz hər bir əməlin, qardaşım, cavabı bizə indidən olmalıdır. Mən bunu edirəmsə, bilməliyəm ki, Allah məndən soruşacaq, cavabı indi məndə olmalıdır. Nə cavab verəcəm, artıq qiyamət günü onu görəcəm, bilməliyəm ki, mən bunu verəcəm Rəbbimə, bu cavab verəcəm.